Besiksiz Gözəllik Mərkəzi bir möcüzədir, müasirdir, beynəlxalq standartlara cavab verən məkandır. Yüksək xidmət besisizsə, gəlin gözəlliyin canlı şahidi olun. Xaricdən dəvət olunmuş saç ustaları və vizajistlər, həkim kosmetolog, son model lazer, ağ tüklərin yandırılması, fitness bölümü, xüsusi aparatlarla və əl ilə masajlar, uşaqlara xidmət üçün xüsusi oturacaqlar. Yolunuzu besisizdə gözləyirik. Ünvan Gəncə şəhəri, Heydər Əliyev prospekti, Azərbaycan 4 yolu. Əlaqə telefonu 070 660 24 66. Besiksiz Gözəllik Mərkəzi. Neden saçlarım beyazlamış arkadaş? Sana da benim gibi çektiren mi var? Neden saçlarım beyazlamış arkadaş? Sana da benim gibi çektiren mi var? Görüyorum ki her gün meyhanedesin, yaşamaya küstürüp içtiren mi var? Görüyorum ki her gün meyhanedesin, yaşamaya küstürüp içtiren mi var? Bir zamanlar ben de deli gibi sevdim, o bana der, ben ona mutluluk verdim. Bir zamanlar ben de deli gibi sevdim, o bana der, ben ona mutluluk verdim. Yıllardır soruyorum bu sorguyu kendime, bilmem ki bu dünyaya ben niye geldim. Yıllardır soruyorum bu sorguyu kendime, Allah'ım bu dünyaya ben niye geldim? Katlanmayı bilmeyen aşkı çekemez, aşka məhkum edilen garip gülemez. Katlanmayı bilmeyen aşkı çekemez, aşka məhkum edilen garip gülemez. Ben de yanmışım senin gibi arkadaş, dünyanın kahrı bitmez öyle arkadaş. Ben de yanmışım senin gibi arkadaş, dünyanın kahrı bitmez öyle arkadaş. Bir zamanlar ben de deli gibi sevdim, o bana der, ben ona mutluluk verdim. Bir zamanlar ben de deli gibi sevdim,
sorguyu kendime, bilmem ki bu dünyaya ben niye geldim. Vardır soruyorum bu sorguyu kendime, Allah'ım bu dünyaya ben niye geldim? Neden saçlarım beyazlanmış arkadaş? Sana da benim gibi çektiren mi var? Görüyorum ki her gün meydan, yaşamaya küstürüp iştiren mi var? İştiren mi var? İştiren mi var? Saçlarım beyazlanmış Azad bəy. Azad bəy üçün bir alqışlar səsləndirək. Bu dəyərli, gözəl mahnıya görə minnətdarıq. Çox sağ olun. Var olun. Xoş gördük sizi. Hər zamanın, hər vaxtın, hər yaşın öz gözəlliyi var. Mənim də saçım vaxtı ağarmalıdır. Zamana görə. Zamana görə, Beyazlaşır. bəli. Hətta yaşa görə də saç ağarmalıdır. Mən belə düşünürəm. İndi həyatda nə qazanmışam, bu saçlarımla qazanmışam. Allah sizə can sağlığı versin. Sağ olun. Minnətdarıq. Çox Var sağ olun. olun. Minnətdarıq. Buyurun, əyləşin Azad bəy. Hər vaxtınız xeyir, əziz, dəyərli televiziya tamaşaçıları. Dünya TV-nin efirində hər birinizi xoş gördük. Mən Kamran Cavadın təqdimatında Dünyaya Pəncərə verilişi efirdədir. Bəli, bugün maraqlı mövzularımız var, mövzumuz. Və mövzu ətrafında maraqlı söhbətlər edəcəyik. Odur ki, bir saat ərzində ekrana yaxın əyləşirsiniz və bizimlə birgə Aylı Gecə, musiqi instrumental ansambl. Buyur Abdul bəy, tanış elə musiqiçiləri. Çox sağ olun Kamran müəllim. Mən də qonaqlarımızı salamlayıram. Televiziya qarşısında bizə tamaşa edən qonaqları salamlayıram. Və musiqiçilərimizi istərdim ki, təqdim edəm sizlərə Aylı Gecə instrumental ansamblı. Nağarada Mübariz qardaşımız, sintezatorda gözəl aranjmançı Elçin qardaşımız xoş gəlib. Qarmonda İlkin müəllim və simli alətlərin mahir ifaçısı, bu gözəl ansamblın bədii rəhbəri Cabir müəllim. Təşəkkür edirik, minnətdarıq. Çox Ona sağ olun. qedim ki, siz önə düşdünüz ha. Qonaqlardan qabaq sizə qeyd elədim. Minnətdarıq, çox sağ olun. Dəyərli qonaqlarımızı təqdim eləyim tamaşaçılarımız üçün. Müğənni Azad Zamanov, xoş gördük bir daha. Mən də xoş görmüşəm. Xoş gününüzdə gələk. Müğənni Nahidə Həmdəm, xoş gördük Nahidə xanım. Hoş günümüze gelmişik inşallah. Elm və Həyat jurnalının əməkdaşı jurnalist Rəhimova Turan xanım. Necəsiniz? Əhvalınız necədir? Buyurun, tamam, çəkinməyin, danışın. Sağ olun, minnətdaram məni bura qonaq kimi dəvət eləmisiniz. Siz sağ olun, dəvətimizi qəbul etdiyiniz üçün. Sağ olun. Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun dosenti, şair, publisist Elçin Muradxanlı. Xoş gördük Elçin müəllim, necəsiniz? Çox sağ olun, xoş gününüz olsun. Yaxşıyam. Bu günlərim xüsusi bir belə bahar əhval-ruhiyyəli hava var. Artıq baharın ətri. Havada baharın ətri hiss olunur. Buradakı atmosfera da elə bahara müvafiqdir. Xoşum gələn məclisdir, xoşum gələn insanlarla bir yerdə əyləşmişəm. Çox sağ olun, təşəkkür edirik. Hər xalqın özünə məxsus adət və ənənəsi olduğu kimi Azərbaycan xalqının da özünə məxsus adət və ənənəsi var. Azad müəllim, adət ənənə deyəndə ilk yada nə düşür ümumiyyətlə? Çox şeylər yada düşür, amma mənə elə gəlir ki, bizim əsas toylarımız Toylar yada düşür. Aha. Toylarımız mənə belə gəlir ki, ümumiyyətlə Azərbaycanda bu saat iqtisadiyyat mən deyərdim belə toylardan başlayır. Toylara hazırlıq, toylara nə bilim musiqiçi, toylara nə bilim nə, paltar, hamısı Adət, ənənə, nişan, xına yaxdı. Adət, ənənə. Mən də onu demək istəyirəm ki, əsas adət ənənələrimizdən biri də toydur. Toy olsun, bayram olsun, hayat firavan olsun. 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 Toy olsun, bayram olsun, həyat firavan olsun. Elçin müəllim, əvvəlki toylar necə olurdu? Yaşım o qədər də belə, yəni çox deyil. Amma mən rayonda bilirsiniz, palatka toylar olardı keçmişdə. Özə mən elə bir rayondanam ki, orada böyük musiqiçilər. Hansı rayon? Kürdəmir rayonundanam. Mən Aşıq Həsrət Hüseynovun, Eynullah Cəbrailovun, Aşıq Şakirin apardığı məclisləri görmüşəm. Onda uşaq idim, amma Əhsən, iştirak çox gözəl, eləmişəm o çox toylarda belə tamaşaçı kimi. Toyların
Amma eşitdiyimə görə, yəni biraz ekskurs eləsək qədimə, forması biraz dəyişilib indi. Yəni hələ o palatka toylarının özü belə o keçmiş toylarımız kimi deyildi. Keçmişdə mənim bildiyimə görə insanlar yanaşı oturardılar yerdən. 2-3 adama bir qabda xörək verirlərdi keçmişdə, yəni o Keçmişdə, zamanda. çadır toylarında. Və bir küpə qoyulardı, küpə. Toyda iştirak edənlər toyu olan gənclərə kömək məqsədi ilə o küpəyə paylarını atardılar. Kimisi bir inək verərdi, kimisi bir qoyun verərdi, kimisi ora pul atardı, kimisi bir qab gətirərdi, nə bilim, meşox gətirərdi, içində nə isə. Belə bir adət var imiş. O toya pul saldım, toya pul attım kəlməsi var, ifadəsi ki var. O küpə ilə bağlı qalıb bizim yaddaşımızda. Yəni o küpəyə nəsə saldım. Küpənin başında da bir adam oturarmış. Deməli, deyək ki, mən gəldim ora bir abbası pul saldımsa, orada oturan o birilərə nümunə olsun Nümunə deyə. olaraq onlara gəl başına. Yox, deyərdi ki, Elçin müəllim bura 5 abbası saldı. Subaylarından görək, Allah mübarək eləsin filan ki, mən bir abbası ata o 5 abbası deyərdi ha ki, o birilər də biraz ora küpəyə çox pul salsınlar. Yəni bu adətlərin, pul salmaq adətinin indi bizdə çox tənqid eləyirlər ki, niyə toya pul saldıq, çoxdur insanların günü. Əslində o bir kömək Əslində o vasitəsidir. gənclərə kömək vasitəsidir. O hüzur yerlərində də bəzən o ki, evin başçısı rəhmətə gedəndə, qazanc gətirənin rəhmətə gedəndə bizim xalqımız adətidir o hüzur olan evə pul versin filan eləsin, kömək Pul eləsin. vacibdir. Pul vacib deyil. Təbii ki, təzə ailə Hüzurun quran yeri üçün deyil, mütləq, toydan mütləq danışırıq. vacibdir. Yəni o pulun mənası var, tarixi kökü var. O insanlar, Azərbaycan xalqı heç vaxt boş yerə nəsə bir adət yaratmaz. Nəsə bir mənası var ki, o kömək məqsədi üçün o pul söhbəti ora gəlir. Əslində o siz nəmər söylədiniz. O vaxt ona nəmər demirdilər. Nəmər fars sözüdür, Fars sözü. amma belə deyək də indi belə deyək ki, nəmər də demək olar, ya bir başqa bir alternativ bir söz də demək olar. Hər halda o toylar ki, keçmişdə olurdu, orada həddindən artıq yemək üçün, həddindən artıq 100 cür salat yemək üçün filan üçün deyildi. O toylarda filankəslə filankəsin qızının evlənməsinin el bilir, Şahidlik olurdu da, şahid. Şahidi olsun. Sonra onlara yığışıb cəmaat kömək elərdi ki, bunlar da ev eşik sahibi olsunlar, malqara sahibi olsunlar və cəmiyyətin normal üzvünə çevrilsinlər, gələcək nəsil yetişməsində bunların da rolu olsun Böyük Azərbaycan rol xalqı. olsun. Yəni biz bu evlənmək, ailə qurmaq Allahın buyruğudur. Bunu həyata keçirtmək hər kəsin borcudur. Və o həyata keçirilən insanlara kömək eləmək də həmin o insanların yaşadığı cəmiyyətin borcudur dolayısıyla. Diğer güneş ağlanan subayların toyunda Rəqs eləyən sübhəcəm subayların toyunda Deyib gülüb şadlanan subayların toyunda Rəqs eləyən sübhəcəm subayların toyunda Minnətdarıq, çox sağ ol Abdul bəy. Səsinə qüvvət. Turan xanım, bayaqdan belə sakit-sakit oturmusunuz. Biraz da çəkinirsiniz, hə? Bu sonuncu rayon toylarında, bu çadır toylarında olmusunuz, yoxsa yox? Necədir oranın toyları? Düzünü desəm, axırıncı dəfə uşaq vaxt Uşaq vaxt ikənli olmuş. olmuşam, bəli. Uşaq vaxtı və- rayona getmisiniz, yoxsa necə? Getmirsiniz. Yox, rayona. indi zamanla gedirik, amma indi uşaq ikən getmişik, yəni. Çadır toylarımız olub demək olar ki. Yəni, Xoşunuza bu gəldi çadır Azərbaycan toyları? adətləri bilirsiniz ki, ən məşhur adətlərdir də dünyada. Biz də olmuşuq. Siz də oldunuz. Bəli, biz də olmuşuq. Nahidə xanım, Mən hər kəsi salamlayıram buradan ekran başında əyləşən bütün tamaşaçılarımızı və sizin bu verilişə uzun ömür arzu eləyirəm. Təbrik eləyirəm, uzun ömürlü olsun. Heyətimizi təbrik təşəkkür eləyirəm. edirik, çox sağ olun. Məni dəvət etdiyinizə görə sizə təşəkkür eləyirəm və Minnətdarıq. mənə belə gəlir ki, ümumiyyətlə bizim Azərbaycanımızda olan adət-ənənələr demək olar ki, dünyanın çox yerində yoxdur. Ən gözəl toy, nişan, adət-ənənələr məhz Azərbaycandadır. Və çox yüksək səviyyədə keçirilir bu toylar. Nə bilim, əvvəl Tam səmimi söylə, nişan olur. keçmiş toylar daha çox xoşunuza gəlir, yoxsa indiki müasir toylar? Mən indi Sovet dönəmindən Üzr istəyirəm ifadəmə görə belə bir sual.
Sizin toyunuz çadırda oldu, yoxsa restoranda? Mən əlbəttə ki, palatka Ha, toylarına da getmişəm, çadır toylarında da olmuşam, kəndlərdə də. Məsəl üçün Bakımızın da kəndlərində olmuşam, Zirədə, Binədə, Buzovnada. Çox xoşuma gəlir. Demək olar ki, o toylar elə gözəl keçir ki, şəkər burası, paxlavası, bəy üçün qəşəng belə taxtac stolu qururlar. İndi də var. Orada deyirəm də. Bəygəlin masası. Yox, bəygəlin masası bir başqa. Kəndlərdə deməli ancaq orada bəy olur və bəyin dostları olur. Orada gəlin olmur. O mənim çox xoşuma gəlir. Sağdır, soldur. Şax gətirib qoyurlar ora. Nə bilim, xonçalar gəlir. Yəni bunun da bir başqa ləzzəti var. Bəygəlin də ki öz yerində, şadlıq evlərində, müasir tipdə də. O elə bil ki kənd toyları bir başqa olur. Ta qədimə gedib Ta sökənir. qədimə sökünən. Toyun mübarək olsun, sağ dışına, sol dışına borc olsun. Ay görüm bey toyun mübarək olsun, sağ dışına, sol dışına borc olsun. Abdul, sənin ürəyin doldu qardaş. Naidə xanım, bəlkə də bu anda sizdən bir gözəl musiqi alaq, dəyərli tamaşaçılarımız üçün və ardınca təbii ki, mövzu ətrafında ətraflı söhbətlər edəcəyik. Buyursun, Nahidə Həmdəm. Geçti günlerimiz, öttü bileceğiyle bir ömrümüz, bir nağıl imiş. İller ömrümüzden öttü gizlice, ile bir ömrümüz, bir nağıl imiş. Geçti günlerimiz, öttü bileceğiyle bir bir nağıl imiş. İller ömrümüzden öttü gizlice, ile bir ömrümüz bir nağıl imiş. Bir de geri dönmez o öten anlar, şirin hatireye döndü o çağlar. Gençlik hiç bilmedik,
aşağı gör harda bitti elə bir ömrümüz bir nağıl imiş bir de geri dönmez o öten anlar şirin hatireye döndü o çağlar bir de geri dönmez o öten anlar şirin hatireye döndü o çağlar belki bir nağılmış ulu bu anlar ele bir ömrümüz bir nağıl imiş belki bir nağılmış ulu bu anlar ele bir ömrümüz bir nağıl imiş nağıl imiş nağıl imiş ele bir ömrümüz bir nağıl imiş ay nağıl imiş nağıl imiş ele bir ömrümüz bir nağıl imiş ele bir ömrümüz bir nağıl imiş ele bir ömrümüz bir nağıl Təşəkkür edirik Nayda xanım. Ömrümüz bir nağıl imiş. Çox gözəl ifa, doğrudan da. Elə deyilmi Azad bəy? Bu mahnının musiqisi də gözəldir, oxuyan da çox gözəl Səsi də ifadə. məlahətlidir. Çox gözəl. Yəni çox xoşuma gəldi. Təbrik eləyirəm. Çox sağ olun, təşəkkür eləyirəm hər birinizə. Yeri gəlmişkən bu mahnının deməli bəstəkarı Razım Paşayevdir. Əhsən. Ha, aranjmanı da deməli bunu eləyibdi bizim Anar. Sonra Ramin Skripka. Sözləri isə Ədalət Vəziroğlu'na aid. Ədalət Vəziroğlu'na. Mən Əsas hamısına orada səs də təşəkkür yerində edirəm. şu, məlahətli bir səsdir. Azad bəy, Bəli. indiki müasir toy adət ənənələrimizi qoruyub saxlayırıqmı, yoxsa elə keçmiş adət ənənələrlə gedirik? Yaralı yerimə toxundun sən. İndi bayaqdan danışırıq da o çadır toyları, o gözəllik. Vaxtında bizdən də əvvəl 3 gün 3 gecə toylar olub. Aşıqlar bir gün nağıl deyərmiş, ikinci gün başqa işlər, üçüncü gün xətircəmlik. Yəni belə işlər olurmuş. Toylarımız ged-gedə qısalıb olub 5 saat, 6 saat. Əvvəllər Onda neçə da saat heç- olardı? Əvvəl çox olardı. Mən özüm Neçə gün şəxsən toylarımız olardı? bütün Davam edin. regionlarda toyda olmuşam. Bütün regionlarda. İnanın. Ta cənubdan başlamış şimala, qərbdən şərqə, yəni hamısı Respublikanın olmuş. Bütün gəzmisiniz yerlərində olmuş. maşallah. Bəli. Bütün Allah şadlıq rayonlarımızı. qismət eləsin xalqımıza. Hamısında inşallah. olmuşam. Hamısının da gözəl bayaq bəzilərin dedi Kürdəmir tərəfin, Əlbayramlı tərəfi, yəni Səlyan Neftçala bizim tərəf. Yəni başqa tərəf Gəncədə bir başqa cürdür, Qubada bir başqa cürdür. Amma mən sizə deyim, əsl toylar o vaxt olurdu. İndi 4-5 saat o da oynamaq, heç nə musiqiyə də bir balaca qulaq asdılar, oradan da qutardı. Çoxsa oynamaqdır. Və indiki toylardan zövq alırsınız? Yəni bir Mən isti sizə kimi yox. deyim, mən tam Getdiyiniz səmimi zaman, deyəcəm. Tam səmimi deyəcəm. Yəni çox toy, yəni o vaxtki toylarla indiki toylarda çox fərq var. Həddindən artıq fərq var. Təbii Elə bir ki, yarışmaya gəlirlər indi toya. Ancaq paltar göstərilir, nə bilim, nə göstərilir, oynamaq, çalğı. Yəni çalğı da o qədər səs verir ki, bəzən özümüzdə də olur. Mən Özünüz də musiqiçilərə də deyirəm. bilirsiniz. Bəli. Yaxşı mənada. Yəni insanlar orada fezyab olmaq əvəzinə biraz da baş ağrıyır. Mən demirəm ki, yəni bax yenə də deyirəm özümüzdən də götürürəm. Amma toy fərqinə varanda, fərqin desək, o vaxtki toylar daha gözəl idi, daha yaxşı idi indikindən. Yəni indi təsəvvür edin ki, Azərbaycan musiqisi qalır, başqa musiqilər oxunur toylarda. Ümumiyyətlə Azad bəy, o olduğunuz o toy şənliklərində də Bəli. belə məclislərdə elə musiqiçilər olurmu ki, və yaxud da ki müğənnilər
Onları görəndə ümumiyyətlə qanınız qaralır. Fikirləşirsiniz ki, mən bura gəlməzdim gərək. Yoxsa Yox, estağfurullah. var, elə Musiqiçi- müğənnilərimiz də çoxdur. Bax, o bilirsən o bizə aid deyil də. Əgər mənə dəvət Toy eləmisinizsə, adət-ənənəsi qalır mən, bir kənara, sırf musiqiyə baxırlar. Musiqi, yəni mən institutda çoxsuna da dərs demişəm. İncəsənət institutunda müəllim işləmişəm mən uzun müddət. Mən hamısını çox istəyirəm. Hər musiqiçinin də öz yeri var. Hər oxuyanın da, müğənninin də öz sözü, öz rəngi var, öz oxumağı var, tərzi var. Yəni bunu musiqiçilərə tam şamil Şamil eləmək eləmək olmaz. Etmək olmaz qətiyyən. Hər kəs gözəl də oxuyanlar var. İndi hər kəs yaxşı oxumaz ki. Musiqi zövq verirsə, nə xoş bizim Əhvalımız da halımıza. xoş olur. Əhvalımız da xoş olur və təbii ki, söhbətimizə davam edəcəyik Elçin müəllim və Müəllim, siz Buyurun. elə birbaşa toya keçdiniz. çünki Amma toydan mövzumuz qabaq odur. Çox mərhələ var. Toydan qabaq elçilik var, Nişan var. nişan var. Çünki Keçmişdə Azad bəy bizim tərəfdə bazarlıq deyirlər, indi bilmirəm. Dedim də iqtisadiyyat ondan Belə, başlayır. belə şeylər var. Onlardan da gəlin danışağın. Çünki toydan elə o bir məsəl var, nənəm də danışar. Əsas məsələ o şeyləri hazırlamaqdır. Adət-ənənələr, Gətirib ora çıxartmaq. təyyamlar, geyimlər, xına yaxdı, qızıl Bilirsiniz, əşyaları. bu- Aha, zinət əşyaları. Bu adətlərimizin kökündə xalq hikməti dayanır, fəlsəfə dayanır. Deyək ki, oğlan qızı görür. Qız oğlanı görür. Adətən bunlar bir-birini bəyənirdilər toyda, el şənliklərində. Bulaq başında. Bulaq indi bizim tərəflərdə bulaq. Əvvəllər elə idi. Əvvəllər elə Hardakı idi. bulaq var. Hə, hardakı bulaq var, bəlkə də bulaq başında indi arxın qırağında, çayın qırağında, nə isə qızların topalaşdığı yerdə oğlanlar gələrdilər kənardan baxardılar. Yəni kimsə gəlib kiminsə qızına orada söz desin filan belə birbaşa belə şeylər olmazdı. İndi tamam dəyişdi Hə, zəmanə. Sonra oğlan o qızın ona olan o meylin hiss eləyəndən sonra yaxınlaşa bilərdi ona. Və sonra ortaya girərdi valideynlər, qohum-əqrəbə. 5-6 nəfər sayılan ağsaqqalla gedərdilər o qızın qapısına. Özdə bir qayda olaraq birinci dəfə heç kəs öz qızının razılığını verməzdi gələnlərə. Bir neçə dəfə gələndən sonra o el arasında deyək ki, o arvadlar məsələni bişirəndən, həll eləyəndən sonra elçilik olarda, bəli, indi o gələn adamlar təcrübəli, ağıllı adamlar idilər. Onlar bilirdilər ki, bu qız bu oğlanla, bu valideynlər, bu qızın valideynləri ilə yola gedər, getməz, o ölçülərdi, götür-qoy olunardı. Ondan sonra o məsələlər reallaşardı. Öz halına görə bazarlıq aparardı qız evinə. O bazarlıqda nədən ibarət olardı? Qızın bir qayda olaraq xeyir işin oğlan evi belə öz üzərinə götürürdü. Dillə desək maliyyələşdirərdi. Bir qoyun aparardı, 5 kilo düyə aparardı, tutalım, yağ aparardı. Toyunda heyvan verərdi. Elə bəli. Pal-paltar alardı, indi gücü çatandan qızıl alardı filan. Yəni bu ellə, elliklə, ağsaqqalla, ağbirçəklə həll olunardı məsələ. Sonra da belə ailələr möhkəm olardı, dağılmazdı. Çünki 5 günün içində o belə deyirlər, ildırım nigahı ilə filan belə ailələr adətən qurulmazdı. Düzdür. Bəzən qoşulub qaçmaq, qız götürüb qaçmaq adəti də var idi bizdə. O nə zaman baş verərdi? Oğlanla qız uzun müddət bir-birini sevərdilər. Valideynləri bunların nigahına razı olmazdı. İndi hansı tərəfinsə, ya oğlan tərəfinin, ya qız tərəfinin. Amma bu insanlar özləri dərk eləyərdilər ki, bir-biri ilə kənarda bunların xoşbaxtlığı mümkün deyil. Bunlar gərək evlənsinlər. Onda onlar qoşulardılar, qaçardılar və sonradan valideynlər barışardılar, barışıq eləyərdilər və s. Yəni demək istəyirəm ki, bizim adətlərimizin mənə belə gəlir ki, bir alim kimi, bir filolog kimi, nə bilim, folklorşünas kimi mənim fikrimcə bizim adətlərimizin hər birinin kökündə bir fəlsəfə dayanır. Bir hikmət dayanır. Bir təcrübə dayanır. Yəni biz o adətlərimizdən uzaqlaşmaqla yaxşı heç nə əldə eləmirik. Mən şəxsi qənaətim belədir. Əziz tamaşaçılar, elə bizi izləyən tamaşaçılar, elə bu anda telefonunuzu götürün və telefonunuza qeyd edin nömrəmizi. Bizim verilişdə qonaq qismində iştirak etmək istəyirsinizsə, qeyri-adi bacarığınız varsa, mütləq və mütləq bizimlə əlaqə saxlayın ki, verilişimizdə qonaq qismində iştirak eləyəsiniz. 055 276 27 13 nömrəsini əlaqə saxlayaraq bizim verilişdə iştirak eləyə bilərsiniz. Hə, Turan xanım,
Sakit oturmusunuz. Teşekkürlər, minnətdarım, çox sağ olun. Turan xanım sakitcə oturub ki, elə bilir ki, ona sual verməyəcək. Hə, Turan xanım. Turan xanım, ailəlisiniz də. Allah sizi xoşbəxt eləsin. Övladınız da var. Hər zaman adınla fəxr eləyəsiniz. Hə, sizin toyunuz necə olub? Maraqlıdır. O adət ənənə necə oldu sizdə? Necə oldu ki, o proses baş verdi və artıq sizin belə də istəyinizi əldə elədilər, hə? Gəlin mənim toyumdan danışmayaq. Bizim də toyumuz var. Turan xanım mənim tələbəmdir. Sizin tələbəniz deyil Mən Kim bəy. deməli, jurnalistika fakültəsində dərs demişəm. Yəni aramızda ata-bala münasibəti kimi Hər zaman belə bir gözəl olur. münasibət Mehriban var. olur. Hə. Turan xanımın da toyu elə öz taytuşlarının öz nə bilim həmyaşlarınınki kimi olub, valideynlərinin razılığı ilə. Və mənə belə gəlir ki, heç Turan xanım toyundan yəni narazı da deyil, gül kimi balaları da var, 2 evladı var, yoldaşı Allah da yaxşı saxlasın. oğlan. Arzu edir ki, hər zaman adları zirvələrdən səslənsin. Minnətdarıq. Çox sağ olun Elçin müəllim. Elçin müəllim Turan xanıma belə deyək də mənəvi dayaq olmusunuz. Həm də verilişdə də artıq göstərdi. Həm müəllim kimi, həm mənəvi ata. Elə deyilmi Azad bəy? Bəli, Bəli, Şirin. Çox gözəl. Gözəl Yəni gününüz bu olsun. bir yerdə Aha. olmağı müəllif tələbə çox gözəl bir işdir. Verilişdə də çox gözəl. Alqışlayıram mən də. Naidə xanım, indiki ümumiyyətlə toylarda hansı adət-ənənələri bəyənmirsiniz? Maraqlıdır. Yəni görə Naidə xanım hansı fikir söyləyəcək bizim üçün? Və bilirsiniz nəyi bəyənmirəm? Həddindən artıq süfrədə bol nemətlər düzürlər. Heç də. O bizim Həddindən qanunumuzdan artıq. gəlib də artıq. İsrafçılığa yol verilir. Bu bir. Sonra isə bəyənmədiyim həddindən artıq rəqsə yol verilir. Çox oynayırlar. Müğənnini dinləmək lazımdır Azad müəllim, doğru? Düzdür. Mütləq O da lazımdır, amma müğənni də hərdən dinləmək lazımdır. həddindən artıq rəqs eləyirlər. Xanımlarımız, bəylərimiz. Mənim o pisdir ki, Naidə xanım. Bilirsiniz, yaxşıdır. Toyun İndi rəqs bəzəyi- edənlərin xəttinə dəyəcək ki, biz toyda rəqs eləyirik. Naidə Nəyə xanım, görə? həddindən Elə artıq rəqs fikirləşir. yox, Əslində Vaxt rəqs qısadır, yox. ona görə. Rəqsin üstünə Rəqs olanda davamlı. insan Bəli, bəli. əhvalıdır. Aha. Müğənniyə imkan vermirlər ki, o öz necə deyim, İstədiyi mahnını ifa istədiyi elə. mahnıları ifa etsin, öz belə səsini göstərsin, gücünü göstərsin. Ancaq rəqs eləyirlər. Bilirsiniz, müğənniləri çox yorurlar. Bəs müğənni də oraya işləməyə gedir, pul qazanmaq Musiqiçilərimizi çox işidir. yorurlar. Bu həddindən artıq doğrudan belədir Hə, ya. sizi belə deyə də çox yüklüyürlər, oxuyursunuz, yorulursunuz o Bəli, baxımdan. yəni bəyənmədiyim bunlardır, amma nə gözəl ki, Azərbaycanımızda çox yüksək səviyyədə. Naidə Turan xanım. siz nə bəyənmirsiniz? Zəhmət. Adət Ha, buyurun. ənənələr. Bir kəlmə müdaxilə eləmək istəyirəm. Mən bütün belə deyək də bizim zonan, bizim tərəfin, Şirvan tərəfinin bilirsiniz muğama xüsusi marağı var. Mən son vaxtlar bir 10 ildən də çoxdur ki, məsələn mən toyda bir atmosfera Eşitmədim. tuta bilmirəm ki, mən müğənniyə deyim ki, mənim üçün məsələn bir Kürd uşağı. Ay sağ ol. Ay sağ ol, mən onu demək Yəni mən istəyirəm. gedib desəm ki, mənim üçün deyək ki, bir dənə Mənsuri yox, orada oturanlar mənə belə çap baxırlar ki, bu nə dəlidir, nədir? Vaxt qısadır Yəni, o onu. atmosfera yaranmır ki, müğənniyə ürəyin istəyən musiqini belə deyək də ona Sifariş verəsən. sifariş verəsən ki, filan mahnını oxu. Demək dediyim odur ki, toylar elə o oynamaq toylarıdır da, oxumaq toyları deyil. Oxuyanda da elə rəqs havası oxuyurlar. Bax, onu demək Toylarda istəyirdim. oynamaq Bəs olmayanda mənim insanın dediyim əhvalı da o idi yaxşı də olur. müəllim. Mənim dediyim odur. Mən məsəl üçün bu Yox, gün oyun nəyə istəyərdim görə ki, deyirəm? burada Oyun havası olanda elə musiqiçilərin pulu da gəlir, hə? Bəli. Yəni o Mən istəyərdim sifariş bu gün var. burada gözəl O bir Qarabağ baxımdan. şikəstəsi oxuyum. Ona da maşallah səsimin imkanları var. Amma ki, mövzumuz elədir ki, toy nişan. Ona görə də alınmır. Naidə Bax, xanım, bu bir dənə əlavə eləyim mən. buyurun, buyurun. Əvvəllər demək müğənni oturmalı idi, rəqs ansambl rəqs salmalı idi, Ansambl oynamalı idilər. İndi müğənni oxumasa oynamırlar. Əlbəttə. Bax mən sizə bir söz deyim. O vaxtı İslam Rzayev Allah rəhmət eləsin. Bir dəfə Allah toya rəhmət getdik eləsin. bərabər. Bəli, sən- İslam Rzayev durdu oxumağa.
zakas vermişdilər də. Yəni sifariş vermişdilər ki, filan mahnını oxu. Bu oxuyan kimi durdular oynamağa. Oturdu yerində, oxumadı. Gəlib sual elədilər ki, bəs niyə oxumursan? Dedim, mən oxuyuram qulaq asmağa. Oxumuram ki, oynamağa. Oynamağa naz eləmə var, rəqs mahnılarımız var da, nə qədər mahnılarımız var. Kəmalə, nə bilim, bütün insanların, qızlarımızın adına mahnılar da var. Amma yəni ki, insan müğənni oxuyanda ona qulaq asarlar. Müğənni oxuyur, indiki toylarda qulaq asan yoxdur. İndiki toylarda qulaq asan yoxdur. Qulaq asan yoxdur. Ancaq rəqs. 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 Mən Abdul. Bir də onda rəqs salın elə orada. Ay, sağ olun. Bax, belə olmalıdır. Rəqs vaxtı rəqs olmalıdır. Oxuyan qulaq asılmalıdır. Bax, belə olmalı. Belə olsa daha gözəl olar. Biz arzu edirik. Azad müəllim, keçmişdə mən yadımdadır ki, muğamat oxunardı. Ortada ya təsnif olardı, ya rəng olardı. Rəng vaxtı kimsə durardı, oynayardı, əyləşərdi, oxumaq gələndə yenə də cəmaət qulaq. Belə olardı da. Bəli. Tamamilə. Müəllim, etiraz eləmirsinizsə, elə Azad müəllimə növbəti bir mahnala. Buyursun. Qulaq asmaq üçün Oxuyun, gözəl bizə bir belə mahnıdır. qəşəng. Hayver Mehribanın mahnısı, musiqisi Bikə xanım Xankiyeva, sözləri də Südabə Şafanındır. Hayver mehribanım hardasan harda, Hayver mehribanım hardasan harda, Könlümü koymuşsan həsrətdə darda, Könlümü koymuşsan həsrətdə darda, Səninlə bir olan əziz günlərimi, Səninlə bir olan əziz günləri, Xatirəyə dönüb qaldı baharda, Xatirəyə dönüb qaldı baharda. Söylə mənsiz halın necə olacaq, Dey könlünə kimi eşqi dolacaq. Könlünə kimi eşqi dolacaq. Bilirəm ki, qəlbim əyləncə olur, həyat yollarında gül tək solacaq. Bilirəm ki, qəlbim əyləncə olur, həyat yollarında gül tək solacaq. Hardasan yarım, harda, məni qoymusan darda. Hardasan yarım, harda, gözüm qalıb yollarda, Səninlə bir olan əziz günlərim, Xatirəyə dönüb qaldı baharda, Səninlə bir olan əziz günlərim, Xatirəyə dönüb qaldı baharda. Eşqə sadiqliyim ucaldar məni, Eşqə sadiqliyim ucaldar məni, Sanmaya sevgilim qəlbi dar məni, aman,
ah aman. Çalış calan ol eller içinde ağlam ağlam. Çalış calan ol eller içinde senin kiçilmeyin qocaldar məni ay ay Çalış calan ol eller içinde senin kiçilmeyin qocaldar məni ağlama fayda. Səni sevmək sənə yalvarmaq deyil, səni sevmək sənə yalvarmaq deyil. Könül gözlərinə salıbdır mehir, könül gözlərinə salıbdır mehir. Eşqi mənim üçün müqəddəs edər. Eşqi mənim üçün müqəddəs edən bu ürək sevdiyi deməyi bəyir, bu ürək sevdiyi deməyi bəyir. Söylə mənsiz halın necə olacaq, bir könlünə kimi eşqi dolacaq. Könlünə kimi eşqi dolacaq. Bilirəm ki, qəlbin əyləncə olur, həyat yollarında gül tək solacaq. Bilirəm ki, qəlbin əyləncə olur, həyat yollarında gül tək solacaq. Hardasan yarım, harda məni qoymusan darda. Hardasan yarım, harda məni qoymusan darda. Səninlə bir olan əziz günlərim xatirəyə dönüb qaldı baharda. Səninlə bir olan əziz günlərim xatirəyə dönüb qaldı baharda, qaldı baharda, qaldı baharda. Təşəkkürlər, minnətdarıq. Çox sağ olun. Azad müəllim. Çox gözəl ifa. Sağ olun, Minnətdarıq, var olun. Çox sağ olun. Belə, Ha, yəni bu oxuduğum yeni mahnılardan biridir. Bayaq minnətdarıq. dediyim kimi Hayver Mehribanın mahnısıdır. Turan xanım, müasir toylarımızı necə görmək istəyirsiniz? Bir söz Artıq demək verilişimizin istərdim. sonuna yaxınlaşmışıq. İstəyirik ki, sonda buyurun. Azərbaycan adətləri bu qədər zəngindir ki, bu qədər gözəldir ki, biz hətta düşünürük ki, bu adətləri elmi tədqiqat işlərinə də çevirək. Yəni bizim folklorşünaslarımız bu haqda, yəni Azərbaycan adətlərini elmi səbt edən bizə yazılar versinlər. Biz də jurnalın redaksiyası olaraq maraqlı mövzuları Elm Həyat jurnalının həyat rubrikasına yerləşdirək. Yəni bu bizim təklifimizdir. İnşallah. Bəli. Elçin müəllim, müasirlik deyərək bu toy adətlərimizi dəyişməliyik ki, məcburuqmu? Qısa və konkret Mən elə olaraq sonda. fikirləşmirəm. Bilirsiniz, həddindən artıq konservativlik də bir şey deyil. Həddindən artıq yeniliyə can atmaq, götür-qoy eləmədən, araşdırmadan nəyisə həyatımıza tətbiq eləmək də düzgün olmazdı. Siz fikir vermişsinizsə, bizim bayrağımızın üç rəngi var. İslam, türklük və müasirlik. Müasirlik. Və mən hesab edirəm ki, bizim mentalitetimiz və necə olmağımız elə bizim bayrağımızda öz əksini tapır. Əksini tapmalıdır. Azərbaycançılıq olmalıdır. Yəni Azərbaycanı tək keçmişə bağlamaq olmaz.
Amma keçmişdən imtina eləmək də olmaz. Ona görə də bir ortaq bir yer tutmaq lazımdır. Yaxşı yenilikdən, bəli, proqressiv adətləri, insanı, cəmiyyəti irəli aparan adətləri biz yavaş-yavaş həyatımıza, həyat tərzimizə daxil eləməliyik. Amma gözəl, min illərin sınağından keçən gözəl adət-ənənələrimizi də qorumalıyıq. Minnətdarıq, çox sağ olun Elçin müəllim. Hər birinizə ayrı-ayrılıqda təşəkkürümüzü bildiririk Azad müəllim. Biz sizə Var təşəkkür olun. edirik. Sağ olun, dəvət eləmisiniz. Yaşa mənim xalqım, yaşa, yaşa, yaşa Azərbaycan. Yaşa Azərbaycan. Və mən sonda sağollaşmamışdan öncə belə bir məlumat var ki bizə. Sara xanım bizim layihəmizin rəhbəri belə bir fürsət yaradıb ki, Ümid Yeri uşaq evindən olan Fərhad adlı bizim bir belə də gənc oğlanımız var. 26 yaşı var Elçin müəllim. İstəyir ki, növbəti verilişin birində gəlsin burada nişan məclisini qeyd eləsin. Görüntü olaraq çəkək. Təbii ki, biz də öz adımızdan təbrik eləyək və birbaşa efirə verək. Hə Elçin müəllim? Mən Əslində yaxşı orada bir iştirak eləmək istəyərdim. Yəni mən sözün düzü. İndi gücümüz çatandan hədiyyəmi də verməyə hazıram. Hədiyyənizi də Mən verəcəksiniz. qəbul eləyirəm o çağrını. Hədiyyəmiz nə olsun? Sara xanım. Elçin müəllim. Hə. İndi o hədiyyə mənim öz işimdir. Aha, mən özüm valideynsiz bilərəm uşaqdır. ki, Təbii ki, mən, yəni, ana və gücüm ata çatan qayğısından hədiyyəni məhrum olmuş bir eləmək gənc. istərdim ona mən. Allah köməyiniz olsun. Allah əvəzini versin. Minnətdarıq. Sağ Çox olun. növbəti verilişdə mütləq Elçin müəllim sizlə görüşəcəyik və bəli, hörmətli dəyərli tamaşaçılar, bu günlük verilişimiz yekunlaşır. Yenidən görüşmə ümidi ilə hələlik deyirik və sonda Naidə xanımdan bir gözəl canlı ifadə. Buyursun Naidə Həmdəm. Həsrətimiz oldu vüsal Anam sizə elçi gəlir Gid anamdan muşluluğa Gid anamdan muşluluğa Anam sizə elçi gəl Anam sizə elçi gəl Elçi gəl, elçi gəl Elçi gəl, elçi gəl Anam sizə elçi gəl Anam sizə elçi gəl Komşulara sal harayı Yığılsın emi dayı Hazır sakla şirin çayı Hazır sakla şirin çayı Anam size elçi gel Anam size elçi gel Elçi gel, elçi gel Elçi gel, elçi gel Anam size elçi gel Anam size elçi gel Gözün aydın bel atası Toy mübarek oğlunu Gözün aydın kız atası Toy mübarek kızını Silistanı dönüp yazlar Bahçama var getirip Toy mübarek oğlunu Toy mübarek kızın Toy mübarek oğlunu Toy mübarek kızını Yara zurna haray salın Neçə subaylarımız qalır Bey anasın seyran alır Bey anasın seyran alır Toy mübarək olun Toy mübarək kızın Toy mübarək olun Toy mübarək kızını Əzrəm aydın olsun Aydın olsun, anam qurban belə aydın olsun Ürəkdən arzum budur, ürəkdən arzum budur Bütün subaylar üçün qurulsun belə bu gözəl toyxanədə Aman aman, aman ayda,
Besiksiz Gözəllik Mərkəzi bir möcüzədir, müasirdir. Beynəlxalq standartlara cavab verən məkandır. Yüksək xidmət, besiksizlər. Gəlin, gözəlliyin canlı şahidi olun. Xaricdən dəvət olunmuş saç ustaları və vizajistlər, həkim kosmetoloq, son model lazer, ağ tüklərin yandırılması, fitness bölümü, xüsusi aparatlarla və əl ilə masajlar, uşaqlara xidmət üçün xüsusi oturacaqlar. Yolunuzu Besiksizdə gözləyirik. Ünvan Gəncə şəhəri, Heydər Əliyev prospekti, Azərbaycanın 4 yolu. Əlaqə telefonu 070 660 24 66. Besiksiz Gözəllik Mərkəzi.